Salam əziz müəllimlər, mən Nur Mustafazadə, metodika üzrə təlimçi olaraq fəaliyyət göstərirəm. Bugünkü mövzumuz Karol Dweck'in düşüncə tərzi nəzəriyyəsidir. Nəzəriyyələr içərisində ən rahat tapılan və daha rahat şəkildə başa düşülən nəzəriyyə düşüncə tərzi nəzəriyyəsidir. Bu nəzəriyyə əsasən oxuyan hər kəs üçün də motivasiya ola biləcək bir nəzəriyyədir. İndi isə baxaq görək düşüncə tərzi nəzəriyyəsində nədən bəhs olunur. Karol Dweck şagirdlərin çətinliklər və uğursuzluqlarla qarşılaşdıqda necə reaksiya verdikləri ilə bağlı 30 ildən çox bir müddətdə təcrübə aparmışdır. Və təcrübə əsasında problemə təslim olan və problemin üzərinə gedən iki istiqamətdə insanların olduğunu görmüşdür. Yəni ki, bəzi şagirdlər, bəzi şəxslər ən xırda maneələrdə belə sarsılıb təslim olduqları halda, digərləri qoyulan tapşırığa daha çox bağlanır və onu həll etmək üçün daha çox motivasiya olurlar. Və Karol Dweck bu müşahidələrdən sonra insanların öz öyrənmələri və intellektlərinə olan baxışını iki terminlə ümumiləşdirib. İnkişafa açıq düşüncə tərzi və inkişafa qapalı düşüncə tərzi. İnkişafa qapalı düşüncə tərzində olan şəxslər çətinliklərdən yayınırlar. Bacarmaram deyirlər, mən bacarmayacağam, tutaq ki, aşağı bal toplayacağam, imtahandan keçə bilməyəcəm tipli düşünürlər, misal üçün. Və yaxud da bu problemi həll edə bilməyəcəm. Daha sonra rəyləri qulaq ardına vururlar, asanlıqla təslim olurlar. Kimsə hansı bir problemin həllində ona hansı bir məsləhət verdikdə, onsuz da bu məsləhət mənasızdır deyərək rəylərə, verilən məsləhətlərə qulaq asmırlar. Çox tez təslim olurlar. Hər hansı bir problemlə, tutaq ki, problemin həllində hər hansı bir maneə ilə qarşılaşdıqları an işləri orada buraxırlar ki, onsuz da mən bacarmıram, onu tamamlaya bilməyəcəm, tutaq ki. Daha sonra səhv etməkdən qorxurlar. Səhv edərəm, birdən kimsə mənə gülər və yaxud da mənim haqqımda nəsə düşünərlər deyərəkdən hər hansı bir işə başlamağa da qorxurlar ki, birdən səhv edərəm. Qapalı düşüncə tərzinə sahib olan insanları problem tez yorur. Qorxurlar, çəkinirlər, səhv etməkdən qorxurlar, risk etməkdən qorxurlar. Onlar uğur qazanmaqda çətinlik çəkirlər, uğur qazana bilmirlər və qazananları da küçümsəyirlər. Həmçinin qapalı düşüncə tərzinə sahib olan insanlar uğurları ilə özlərini təsdiq edə bilmədikləri üçün başqa şeylərlə özlərini təsdiq etməyə çalışırlar. Özlərini təsdiq etmək üçün brend mallardan istifadə edirlər, ehtiyacları olmadığı halda. Tutaq ki, elə adamlar olur ki, heç məsələn maddi olaraq uyğun deyil, lakin gedir bahalı marka bir telefon alır və yaxud da bahalı brend bir paltar alır. Bu davranış onların özlərini təsdiq etmə istəyi üzərinə yaranır. Açıq düşüncə tərzinə sahib olan insanlar isə bu tipli nüanslara ehtiyac duymurlar. Onların uğurları onları təsdiq edir onsuz da. İnkişafa açıq tipli düşüncə tərzinə sahib olan şəxslər çətinliklərdən qorxmurlar. Səhvlərindən öyrənirlər, yenidən səhv edirlər, həmin o səhvinə yeni bir təcrübə əldə edirlər. Rəylərə qulaq asırlar, yəni məsləhətləri nəzərə alırlar, hər kəs dinləyir və ən doğru qərarı verirlər. Uğursuzluq yaşayanda təslim olmurlar və hələ ki bacarmıram deyirlər. Biz qeyd etdik ki, qapalı düşüncə tərzində olan şəxslər bacarmaram deyir. Lakin açıq düşüncə tərzinə sahib olan şəxslər hələ ki bacarmıram deyir. Bacaracam, gec olsa da mən bacaracam deyirlər. Özlərini əmindirlər. Bunu da qeyd edək ki, bu düşüncə tərzi doğulandan insanda olmur. Zamanla formalaşır. Zamanla ya qapalı düşüncə tərzinə sahib olur insan, ya da açıq düşüncə tərzinə sahib olur. Bəs bu düşüncə tərzini şagirdlərdə necə dəyişə bilərik? Karol Dweck müəyyənləşdirmişdir ki, şagirdlər xarakterlik və intellektlərinin dəyişə biləcək bir şey olduğuna əmin olduqda daha yaxşı, belə deyək, nəticələr göstərir. Və lazımi yerdə əgər biz müəyyən müdaxilələr etsək, qapalı düşüncə tərzinin açıq düşüncə tərzinə keçid edə bilərlər. Biz şagirdlərə intellektin, zəkanın dəyişə bilən bir şey olduğunu öyrətməliyik. Həmçinin şagirdlər səhv etməkdən qorxmamalıdır. Öyrənmə yolunda səhvlərin keçdiyini başa düşməli və səhvlərin bu prosesdə normal bir şey olduğunu anlamalıdırlar. Səhv etmək normal bir şeydir və əsas olan həmin o səhvdən dərs çıxartmaqdır. Nəzərə alınmalı olan digər bir məqam isə şagirdləri tərifləmə mövzusundadır. Ənənəvi təlimdə şagirdlərə çox ağıllısan, zəkalısan deyilirdi. Bu tipli təriflər şagirdləri stimullaşdırsa da, həvəsləndirsə də, şagirdlərdə risk etmək bacarığını məhdudlaşdırır. Çünki onlar düşünür ki, birdən səhv edərəm, müəllimin gözündə daha əvvəlki kimi zəkalı görünmərəm, deyərəkdən qorxurlar. Və bu da onların qapalı düşüncə tərzinə sahib olmasına səbəb olur.
Ona görə də müəllim olaraq şagirdin ağlını, intellektini tərifləməməliyik. Onların səylərini, zəhmətlərini, prosesə cəlb olunmalarını, istifadə etdikləri üsulları, yolları, strategiyaları tərifləməliyik. Məsələn, istifadə etdiyin üsul çox maraqlıdır, afərin. Yəni ki, şagirdlər cəhdlərinə görə nə qədər təriflənsələr, bir o qədər daha çox cəhd göstərməyə çalışacaqlar. Daha sonra, inkişafa açıq düşüncə formalaşdırmaq üçün siniflərdə sualları verdikdə və yaxud da ki, hər hansı bir sual ünvanladıqda gözləmə vaxtı verilməlidir. Tutaq ki, hər hansı bir şagirdən müəllim hansısa bir sual səsləndirir, sualın cavablanması üçün gözləmə vaxtı vermir. Şagird biraz düşünməyə başladıqda müəllim artıq düşünür ki, əgər sualın cavabını bilmir bu şagird, ya sualın cavabını özü deyir, ya da başqa bir şagirddən soruşur. Bu isə şagirddə artıq qapalı düşüncə tərzi formalaşdırır. Daha sonra açıq düşüncə tərzi formalaşdırmaq üçün müəllim şagirdə rəy bildirməlidir. Rəy dedikdə şagirdin gördüyü işləri daha da yaxşılaşdırmaq üçün müəllimin ona verdiyi fikirlərdən söhbət gedir. Rəy verərkən mütləq şəkildə diqqət olunmalıdır ki, verilən rəy destruktiv olmasın, konstruktiv olsun. Yəni, destruktiv rəy nə idi? Şagirdə emosional olaraq təsir etməməli idi, ona həvəsdən salan fikirlər səsləndirilməməli idi. Əksinə, konstruktiv rəy bildirilməlidir. Yəni, onu irəliyə aparan, dəstəkləyici fikirlər bildirilməlidir şagirdə. Daha sonra, inkişafa açıq düşüncə tərzində olan bir sinifdə qiymətləndirmədə hələ sözündən istifadə edilir. Yəni ki, şagirdlərin nail ola bilmədikləri bir bacarıq və ya həll edə bilmədikləri bir tapşırıq varsa, həmin o tapşırıqların həllində şagirdlərə hələ ki bacarmıram, hələ ki nəticə əldə edə bilməmişəm kimi ifadələrdən istifadə etməyi öyrətmək lazımdır. Gördüyünüz bu üsullardan istifadə edərək şagirdlərdə açıq düşüncə tərzi yarada bilərsiniz. Onları qapalı düşüncədən açıq düşüncə tərzinə keçirdə bilərsiniz. Qısa olaraq desək, Karol Dweck deyir ki, sənin düşüncən nədirsə sən olsan. Uğur əldə edəcəm desən, uğur əldə edəcəksən. Və yaxud da ki, mən bacarmaram desən, həqiqətən də bacarmayacaqsan. Bunu imtahana hazırlaşan bir çox şəxslərdə görmək mümkündür. Məsələn, elə nümunə olaraq götürək MİQ imtahanına hazırlaşan müdavimləri. Bəziləri ilin əvvəlindən hazırlaşmaya başladığı vaxtdan, yəni başladığı andan etibarən deyir ki, mən maksimal nəticə toplayacağam. Başqaları bacarırsa mən niyə bacarmayım? Mən yüksək nəticə toplamağa gedirəm. Hər birindən maksimum nəticə toplayacağam deyərək hazırlaşır və sonda gedib 90 plus, 90 bal, 90 plus, 95 bal toplayır. Bunu deyən müdavimlər açıq düşüncə tərzinə sahibdir. Bacaracaqlarına inanırlar və səy göstərərək həqiqətən də bacarırlar. Çünki özlərinə inanırlar. Lakin qapalı düşüncə tərzinə sahib olan bəzi müdavimlər var ki, hazırlaşmaya başladıqları vaxtlardan bu çox çətindir, mən bacara bilməyəcəm, inşallah ki keçidi keçərəm, keçidi keçsəm yaxşıdır, heç olmasa 80 bal toplayım, mən alınmayacaq, çox aşağı bal toplayacağam, aykırı klubundan kəsiləcəm və s. tipli sadəcə mənfi fikirlər səsləndirirlər. Özlərinə inanmırlar. Əslində, bəlkə də həqiqətən özlərinə inansalar, digər müdavimlərdən belə yüksək nəticə toplaya bilərlər. Lakin özlərinə inamları yoxdur. Bu səbəbdən də gedib imtahan verirlər, ya elə dedikləri kimi həmin keçidi keçirlər, ya da heç keçidə çata bilmirlər, təəssüf ki. Yəni ki, insan şuuru həqiqətən də onun davranışlarını da yönəldir. Əgər beyninizdə özünüzü mənfi bir şəkildə düşünürsünüzsə, bir müddətdən sonra həqiqətən də elə olacaqsınız. Xeyr, daha yaxşı, pozitiv, uğurlu belə deyək, məqamları düşünürsünüzsə, həqiqətən də siz həmin uğuru əldə edəcəksiniz. Yəni ki, açıq düşüncə tərzinə sahib olduqda hər şey daha yaxşı olur. Pozitiv düşünün, yaxşını düşünün ki, yaxşı olsun. Dərsimizdə bu qədərdir. Hər birinizə uğurlar diləyirəm. Sağ olun.